olsun, eşq olsun, əziz və çox hörmətli dostlar. Bəli, 2025-i üçəm atası. Belə nəzər deyimi, belə Allah hər birinizə qismət edəsi. Bu mənim Leylamdır, bu mənim Arzumdur, bu da ki mənim Heydərim. Yəni, Allah... Uşaqlara heç nə deyə bilmirəm, bilirsiniz, mən uşaqlara həssasam. Bu vəzifəsi yox, bir şey yox. Yadınızdadır mənim uşağım 4-5 yaşında olanda, 3 yaşında, 4 yaşında olanda necə söyüşlər söyürdü mənim evladıma bu Səbuhi Xanlarov. Allah heç balalarından sana xeyir verməsin. Allah Taala heç balalarının toyunu görmək sənə nəsib eləməsin. O uşaqlar da hələ qanmırlar, yekələn kimi adlarını dəyişəcəklər. Ölkə ilham eləyib gedəndən sonra elə göt günə qalacaq ki, elə ölkədə problemlər, elə ölkədə faciələr açılıb töküləcək ki, istər Leylanın, istər Arzu'nun, istər Mehribanın, istər İlhamın. İnanın Allah illərlə İlham, Mehriban, Arzu, Leyla adı qoyan olmayacaq, hətta evlatlarına belə. Arif Paşayev, Arif adı qoyan olmayacaq, Heydər adı qoyan olmayacaq. Və mən buradan bu süni mayalanma ilə gəlib də 2 qız bir, neçə dəfə arvadını aborta göndərib, neçə dəfə arvad aborta gedib, aborta, düz gəlməyib axı, 2 qız, 1 oğlan deyilibmiş. Neçə dəfə aborta gedib, axırı ki, tutuldurublar kiminsə mayasına. Bu Petuq şeydə özü də etiraf edib, bu Petuq olduğunu öz defildə deyibdir. Kiminsə, yəqin ki, bölgənin polis rəisinin zadını spermatozoid ilə mayalayıbdır. Mayalayıblar arvadını, zakaz da belə olub, 2 qız, 1 oğlan. Və salam. Allah heç xeyir verməsin evlatlarından sənə. Allah Teala evlatlarının toyunu görmək sənə qismət eləməsin, ay Səbuhi Xanlarov. Evlatlarından heç yarıma sənin. O uşaqların günahı yoxdur. Süni mayalanma ilə zaten əmələ gəlibdir bunların üçü də. Mən bilirəm dəqiq. Yoxsa baho, Səbuhi Xanlarov heç bir eşşəyin başını tutanmaz. Heç bir eşşəyin şeyini yağlayıb oradan bir balaca xoduq əmələ gətirənməz. Bu kimdə bu? Ölkəni tərk eləməyə hazırlaşsın, axtalanaraq.